dünya qardaşıdır. Elmlərə sultandır riyaziyyat. Sonsuz bir ünvandır riyaziyyat. Himayedarı ilahidir. Hem yazılı hem şifahidir. Mentık onun silahıdır. Teorem, lemma, aksiyondur riyaziyat. Sonsuz bir ünvandır riyaziyyat. Memara, rəssama gərəkdir. Həkimlərə, başçılara köməkdir. Çalışqandır, vəlhəcdir. Tənbəllərə düşmandır riyaziyyat. Sonsuz bir ünvandır riyaziyyat. Adi onluq kəsirdir o. Qarışıq bir kəsirdir o. Alınmaz bir kəsirdir o. Əbədi qalandır riyaziyyat. Sonsuz bir ünvandır riyaziyyat. Həm mənfidir, həm də müsbət. Həm hərfidir, həm də nisbət. Həm böləndir, həm də qismət. Cəmdə toplanandır riyaziyyat. Sonsuz bir ünvandır riyaziyyat. Fagor Fales babasıdır. Arkimed Evklid atasıdır. İpan Sofya anasıdır. Övladları Haus Eyler Xəyyandır riyaziyyat. Sonsuz bir ünvandır riyaziyyat. Müxtəsərdir, eynilikdir. Bərabərsizlik, tənlikdir. Sambaqır düzənlikdir. Cəngəllik tək ormandır riyaziyyat. Sonsuz bir ünvandır riyaziyyat. Piramida, konus, kürə, nöqtə, düz xətt, dairə, parça, bucaq və çevrə, təmbölən mediandır riyaziyyat. Sonsuz bir ünvandır riyaziyyat. Qüvvət olsun yenə bucaq, loqaritmdir riyaziyyat. Törəmə yaxud integral, öyrənsən çox asandır riyaziyyat. Sonsuz bir ünvandır riyaziyyat. X dəyişən kəmiyyətdir, sıfır nə mənfi nə müsbətdir. Tənasüb bərabər nisbətdir, tərəfin yarım elə mediandır riyaziyyat. Sonsuz bir ünvandır riyaziyyat. Bugün məktəbimizin riyaziyyat müəllimi Şəfəq Bayramlıdır öz şagirdləri ilə birlikdə riyaziyyat aylığı çərçivəsində hazırladığı riyaziyyat gecəmiz rayonumuzun çox dəyərli ziyalılarından olmuş Cavad müəllimin xatirəsinə 90 illik yubileyinə həsr olunmuşdur. Səfərov Cavad Calaloğlu 1936-cı ilin fevral ayının 13-sində İsmaili rayon Yuxarı Cülyan kəndində anadan olmuşdur. 1953-cü ildə Leninin adına APİyə daxil olmuş. 1957-ci ildə APİ-nin Fizika Riyaziyyat Fakültəsini fərqlənmə diplomu ilə başa vurmuşdur. 1963-cü ildən Respublika Xalq Maarif Şurasının əmri ilə İsmaili rayon Xalq Maarif Şurasının Metroskopinə qabaqcıl müdiri təyin edilmişdir. O, işlədiyi 22 il ərzində eyni zamanda İsmailli şəhər bir saylı tam orta məktəbində fizika riyaziyyat müəllimi işləmişdir. İşlədiyi illər ərzində onun bir çox jurnal və qəzetlərdə məqalələri çıxmışdır. Ona bu fəaliyyətinə görə qabaqcıl maarif xadimi fəxri adı verilmişdir. 1985-ci ilin sentyabrın 2-sində amansız ölüm dəyərli ziyalımızı bizlərdən almışdır. Gəlin canlı torpaqlarımızın azadlığı uğrunda qurban verilmiş şəhidlərimizin və Cavad müəllimin ruhunu bir dəqiqəlik tutub yad. Allah rəhmət eləsin. Azərbaycanın Vətən müharibəsində dəfərdə riyaziyyatı rolu olmuşdur. Bu, həm hərbi strategiyanın hazırlanmasında, həm də müasir texnologiyaların tətbiqində özünü göstərir. Riyaziyyat sadəcə rəqəmlər və düsturlar deyil. O kainatın dilidir. Göy üzündəki ulduzların harmoniyası, təbiətdəki gözəllik texnologiyanın inkişafı. Bütün bunların təməlində riyaziyyat dayanır. Biz bəlkə də bunu hiss etməsək də, riyaziyyat həyatımızın ən kiçik yanlarında belə özünü göstərir. Bir tikə çörəyi bölərkən, saatımıza baxarkən, hətta dostlarımızla oynayarkən belə riyaziyyat bizimlədir.